Müəllimlərimizi tanıyaq və tanıdaq rubrikası təqdim edir. Bugünkü müsahibimiz Bakı Avrasiya Universitetində uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan, eyni zamanda universitetin beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışan filologiya üzrə fəlsəfə doktoru Dosent Sevda Rzayevadır. Xoş gördük Sevda xanım. Xoş gördük Ayşə. Sizə belə bir sual ünvanlamaq istəyərdim ki, Bakı Avrasiya Universitetinin beynəlmiləşmə siyasəti hansı əsas prinsiplər üzərində qurulur? Bakı Avrasiya Universitetinin beynəlmiləşmə siyasəti müasir qlobal ali təhsil mühitinin çağırışlarına cavab verən, uzun müddətli və qarşılıqlı faydaya əsaslanan prinsiplər üzərində qurulub və mərkəzdə deməli keyfiyyət, davamlılıq və strateji uyğunluq dayanır. Biz ilk növbədə bir əməkdaşlığa başlayanda bu, yəni xarici universitetlərlə tərəfdaşlığı nəzərdə tuturam. Biz buna bir formal razılaşma kimi baxmırıq. Biz bunu akademik dəyəri olan bir strateji deməli ittifaq kimi baxırıq. Və tərəfdaşlığımızın da, əməkdaşlığımızın əsas məqsədləri elmin və tədrisin keyfiyyətinin artırılması, akademik mobilliyin gücləndirilməsi, beynəlxalq əlaqələrimizin genişlənməsi və birgə tədqiqat, yəni elmi tədqiqatı təşviq etməkdir. Digər prinsip qeyd etdiyimiz kimi artıq qarşılıqlı fayda və balanslı partnyorluqdur. Yəni biz elə ali təhsil müəssisələri ilə əməkdaşlıq edirik ki, bir-birimizi tamamlayaq. Ortaq hədəflər müəyyənləşdirib, o hədəflərə birgə yəni addımlayaraq nail olmaq və müsbət nəticələr əldə etmək. Prinsip qlobal çağırışlara adaptasiya və çeviklik prinsipidir. Yəni rəqəmsallaşma, davamlı inkişaf, daha sonra inklüzivlik, akademik etika, bunlar Bakı Avrasiya Universitetinin beynəlxalq gündəliyinin əsas hissəsidir. Və əməkdaşlarla, yəni bu əməkdaşlıq çərçivəsində universitetləri nəzərdə tuturam, biz bu sahədə mühüm işlər görmüşük və bu formatda da işləri davam etdiririk. Dördüncü əsas prinsip də təbii ki, insan kapitalının inkişafı prinsipidir. Yəni bu tərəfdaşlıqlar nəticəsində həm akademik, həm inzibati heyətimiz, həmçinin tələbələrimiz, magistrantlarımız, doktorantlarımız bu əməkdaşlıq nəticəsində həm şəxsi, həm də peşə sahələrində özlərini inkişaf etdirirlər. Sevda xanım, bu sahədə universitetimizin uğurları varmı? Əlbəttə ki, var. 2025-ci ildə universitetimiz 25 memorandum imzalayıb, anlaşma memorandumu imzalanıb. Bunlardan 23-ü xarici ali təhsil məsələləri ilə bağlanan memorandumlardır. Digərləri isə Azərbaycanda akkreditə olunmuş səfirlik, beynəlxalq qurumlarla olan memorandumlardır. Bundan başqa fəxrlə qeyd edə bilərəm ki, 2025-ci ildə universitetimiz 4 beynəlxalq təşkilata üzv seçilib və seçildiyi gündən aktiv şəkildə fəaliyyət göstərir bir üzv olaraq. Bundan da başqa qeyd etmək istəyirəm ki, deməli 25-ci il ərzində universitetimiz 4 beynəlxalq layihədə tərəfdaş kimi çıxış edib. Layihələrdən biri artıq bitib, amma 3-ü hələ də davam edir. Yəni bu qeyd etdiyimiz kimi 25-ci ilə olan uğurlarımızdan bəziləridir. Sevda xanım, sizə növbəti sualım budur ki, beynəlxalq konfranslar, akademik mübadilələr və ikili diplom proqramları Bakı Avrasiya Universitetinin akademik mühitinə necə təsir göstərir? Qeyd etdiyiniz kimi, beynəlxalq konfranslar, akademik mübadilə və ikili diplom proqramları Bakı Avrasiya Universitetinin beynəlxalq səviyyəsini qaldırır. Tədqiqatın və tədrisin keyfiyyətini yüksəldir və eyni zamanda da həm akademik heyətin,
həm də tələbələrin qlobal təcrübə çıxışını təmin edir. Bu da öz növbəsində Bakı Avrasiya Universitetinin beynəlxalq akademik arenada potensialını gücləndirir. Artıq deyə bilərik ki, məsələn bir tərəfdaş kimi Bakı Avrasiya Universiteti necə bir universitetdir? Universitetimiz etibarlı, məsuliyyətli, davamlı, daha sonra innovasiyalara açıq bir tərəfdaş universitetdir. Sevda xanım, bu sahədə hansı işlər görülüb? 2025-ci ildə universitetimiz 5 beynəlxalq konfrans təşkil edib tərəfdaş universitetlərlə birlikdə. Daha sonra ikili diplom proqramları var ki, burada 2025-ci ildə artıq təsdiq olunmuş Türkiyə Nida Ömər Halis Demir Universiteti ilə iqtisadiyyat ixtisası üzrə təsdiq olunmuş ikili diplom proqramımız var və deməli 4 xarici ölkə universitetləri ilə müxtəlif ixtisaslar üzrə 4 ikili diplom proqramı üzərindən demək olar ki, artıq işlərimiz yekunlaşıb. 2026-cı ildə gözləyirik ki, o proqramların da təsdiqini alaq və bundan başqa da akademik mobillikdir. Bundan danışdıq. Qeyd edə bilərəm ki, universitetimizin tələbələri 17 tələbəsi müxtəlif mübadilə proqramları ilə xaricdə öz təhsilini davam etdiriblər. Bunlardan Küveytin Dövlət Təqaüd proqramı, başqa Səudiyyə Ərəbistanın Kral Salman adına beynəlxalq ərəb dilinə xidmət akademiyasının mübadilə proqramı. Bundan başqa Türkiyənin YTB təqaüd proqramı və digər müxtəlif proqramlarla tələbələrimiz xaricdə öz təhsilini davam etdirib. Təşəkkür edirəm.